Səhər gözünüzü açan kimi etdiyiniz ilk hərəkət nədir? Bir çoxumuz üçün bu hələ huşumuz tam açılmadan yastığın altındakı telefonu götürmək və Instagrama daxil olmaqdır. Bu sadəcə zərərsiz bir vərdişdir. Yoxsa beynimizin dərinliklərində idarə edə bilmədiyimiz bir prosesin nəticəsidir. Gəlin dürüst olaq. Instagram özlüyündə bir şər aləti deyil. O sadəcə mükəmməl dizayn edilmiş bir texnologiyadır. Əsl problem ondadır ki, milyonlarla il ərzində qıtlıq və təhlükə dolu bir dünya üçün təkamül etmiş beynimiz bu rəqəmsal bolluq tərəfindən ələ keçirilir. Biz fərqində olmadan kollektiv şəkildə bu rəqəmsal stimulların təsiri altına düşmüşük. İndi isə gəlin bu səssiz asılılığın əslində nə olduğuna baxaq. Psixologiyada asılılıq belə tərif olunur. Mənfi nəticələrə baxmayaraq məcburi və təkrar olunan istifadə. Sual yaranır. Bir tətbiq insanı necə asılı edə bilər? Stanford Universitetinin asılılıq üzrə mütəxəssisi Dr. Anna Lemke bunu belə adlandırır. İnsan ünsiyyətinin dərmanlaşdırılması. Elm adamları laboratoriya siçovulları üzərində maraqlı, amma düşündürücü bir təcrübə aparıblar. Siçovullara dopamin axını yaradan bir mexanizm verilir. Nəticədə heyvanlar bu stimulu tükənənə qədər təkrar edirlər. Bizim üçün isə bu mexanizm like düymələri, Reels videoları və bitməyən bildirişlərdir. Asılılığın görünməz qalmasının səbəbi isə beynimizdəki bir kimyəvi maddə ilə bağlıdır. Dopamin. Dopamin çox vaxt həzz hormonu kimi tanınır. Amma bu tam doğru deyil. Dopamin əslində həzz yox, istək və motivasiya hormonudur. O beynimizə deyir, daha çox istəyirəm. Beynimizin içində bir həzz ağrı tərəzisi olduğunu təsəvvür edin. Sağlam beyində bu tərəzi tarazlıqda qalmağa çalışır. Siz Reels'i aşağı çəkdikcə dopamin artır, tərəzi həzz tərəfinə əyilir. Amma beyin buna dərhal cavab verir. Həddindən artıq dopaminə uyğunlaşmaq üçün reseptorları azaldı. Bu prosesə neyroadaptasiya deyilir. Nəticə nə olur? Telefonu yerinə qoyduğunuz anda tərəzi sürətlə ağrı tərəfə keçir. Məhz buna görə boşluq hiss edirsiniz. Narahat olursunuz və real həyatın kiçik zövqləri artıq kifayət etmir. Biz artıq tətbiqə həzz almaq üçün yox, sadəcə normal hiss etmək üçün qayıdırıq. Bu görünməz proses gündəlik həyatımızda 4 əsas nəticə yaradır. Birincisi, qismən diqqət vəziyyəti. Beynimiz hər an bildiriş gözlədiyi üçün dərin düşünmək bacarığını itirir. İkincisi, sosial müqayisənin zəhəri. Başqalarının filtrli, seçilmiş həyatlarını öz real həyatımızla müqayisə edirik və özümüzü dəyərsiz hiss edirik. Üçüncüsü, instastres. Daim nəyisə qaçırmaq qorxusu və informasiya yüklənməsi. Dördüncüsü isə ən kritik olanıdır. ADHD olan insanlar bu tələyə daha həssasdır. Çünki onların dopamin sistemi onsuz da balanssızdır. Sosial media onlar üçün sürətli, amma müvəqqəti bir rahatlama yaradır. Bəs niyə məhz Instagram və Reels? Çünki süni intellekt alqoritmləri diqqətimizi saniyələr içində manipulyasiya etmək üçün dizayn olunub. Newsweek-in ifadəsi ilə desək, əgər sosial media rəqəmsal narkotikdirsə, süni intellekt onun gücləndirilmiş formasıdır. Alqoritmlər bizə yalnız eşitmək istədiklərimizi göstərir. Bu da bizi bir təsdiq dövrəsinə salır. Biz artıq qərar verən yox, bizim yerimizə qərar verilən tərəfə çevrilirik. Bəs çıxış yolu varmı? Var, amma təkcə iradə ilə yox. Birinci addım, 30 günlük dopamin fasiləsi. Beynin özünü bərpa etməsi üçün zamana ehtiyacı var. İlk 10-dan 14-ə qədər gün çətin olacaq. Narahatlıq, əsəbilik, hətta yuxusuzluq hiss edəcəksiniz. Amma davam etsəniz, beyin tarazlığını yenidən quracaq. İkinci addım, özünü məhdudlaşdırma strategiyaları. Telefonu başqa otaqda saxlayın. Səhərə fiziki fəaliyyətlə başlayın. Üçüncü addım, halt qaydası. Ac, əsəbi, tənha və ya yorğun olanda telefona sarılmayın. Çünki bu anlarda beyin həzz yox, sadəcə ağrı kəsici axtarır. Sonda isə özünüzə qarşı radikal dürüst olun. Gün ərzində ekrana neçə saat baxdığınızı real olaraq qeyd edin. Zamanın necə əriyib getdiyini görəcəksiniz. Neil Postmanın sözləri ilə desək, biz özümüzü əyləndirərək məhv edirik. Telefon sizin əlinizdə ola bilər, amma diqqətiniz sizin həyatınızdır. Bu videonu bitirdikdən sonra sadəcə 10 dəqiqə telefonu kənara qoyun. Pəncərədən baxın, nəfəs alın. Həqiqi həyat ekranın kənarında sizi gözləyir. Və hər kiçik addım beyninizdə azadlığa aparan yeni yollar yaradır.